Herkese selam dostlar. Dostlar bugün sizinle birlikte evimi düzenleyeceğiz. Dostlar ben evimin yarısını yani bazı otaqlarını düzenlemişim. Bir dakika. Dostlar benim evim hardaydı? Yadıma düşsün. Dostlar evim bitti. Ha buradaymış. Dostlar buluttan görebilmedim. Heç olmasın dostlar, bu gördüyünüz sarı ev mənimdir. Sizlər mənim karakterlərim çox gözəldir. Mən sizinlə birlikdə, yəni birinci qatda eləmişəm demək olar hamısı. Prosta şeyim qalıb. Nədir onun adı? Banyom qalıb. Qalan bütün otaqları eləmişəm. 3-cü qatı bir də eləməmişəm. İnşallah bu videoda bitirərəm artıq evimi. İşte baxın, əslində girişi eləmişəm, belədir. 2 uşaq var. Baxın, burada dostlar yatmışdılar. Ata və ana falan belədilər. Uşaqlar sadəcə necə olub? Bir dəqiqə istəyəcək falan. Burada yataq falan qoymuşam. Burasını dostlar mən bir şey qoymaq istəyirdim əslində. Gözləyim dostlar, işıqlardan baxaq elə. Görək nə var qoya biləcəyim bura. Belə bir şey istəyirəm. Əslində mən elə olsa əla olar məncə. Bunu qoyaq. Şeydir məncə. Yaş oldu məncə. Dostlar səhər eləyək. Neyse dostlar, indi keçirik salonda. Birinci duvar kağızını eləyəcəm dostlar. Dostlar nə qoya bilərəm mən divar kağızına? Bu qəşəngdir əslində dostlar, amma mən heç deyil. Bu da yanlış. Böyle bir şey koyuyorum. Burada böyle olsun, burada böyle olsun. Bence dostlar böyle qəşəng oldu. Bütün bura böyle olsun. Dostlar buranı böyle bir şey eləyim. Buranı da böyle eləyim. Buraya yaxşıdır, amma mən yeri birazcık daha tünd yaşıl etmək istəyirəm belə. Bu qəşəng əslində bu qala bilər. İndi dostlar buradan başlaya bilərsiniz. Dostlar evim o kadar ağ oldu ki. Sonra mən bir dənə əslində dostlar görün bunu açılır. Bunu açılır yataq kimi. Götürməyəcəm. Prosta yəni merak etdim. Elə şey var idi dedim açılar yəqin ki. Və mən bunu götürəcəm. Biraz büyük oldu diye. Neyse. Dostlar indi nə götürə bilərik? Dostlar şöminə götürməliyəm. Sonra dondu. Neyse böyle dostlar bir şöminə. Sonra nə qoya bilərik? O qədər şey var ki. Mən əslində ev eləyirdim. Ev nəsə oldu? Buraya uşaqlar üçün bir dənə çadır qoyacağım. Sonra başqa nə qoya bilərik sizə? Eğer evimdə nəsə qoymağımı istəyirsinizsə, mənə deyə bilərsiniz. Mən o əşyanı qoyacağım. Sonra belə qəşəng oldu, amma bunu bəyənmədim. Dostlar, mən də arada toka donur. Sonra evimi bəyənirsinizmi? Bu arada yoruma yazın. Yorumlarımız dostlar çoxalır getdikcə. O birisində düz 23 yorum gəlmişdi. Dostlar sizə də çox təşəkkür edirəm. Amma dostlar sizdən istəyim budur ki, abunetimiz azalmasın. Bir abonetçi də. Yəni mən dostlar baxın dostlar mən bunu istəyirəm. 1 milyon. Abone istəyirəm mən. Amma hələ ki çata bilməyəcək. Çünki dostlar bu 2-3 il alacaqdı. Dostlar bəzi youtuberlar görürəm. Bir ayda falan 35.000 olurlardı. Yəni mən də onlardan olmaq istəyərdim. Amma heyf ki bu mənim üçün olmayacaq. Çünki çox gecdə də, çox gec açmışam. Əslində tez açmışam. Amma yəni abunəsi artmır da. Heyvanlar üçün bir yer mənim üçün önəmlidir. Hara qoyacağım indi mən? Hara qoyum dostlar? Buraya yaxşıdır məncə. Sonra bunun üçün yeməyi də götürəcəm. Bir yeməyi götürək. Dostlar son günlər niyə video çəkmədiyimi bəlkə də bilmirsiniz. Dostlar mən fikirləşirəm, məncə video çəkmədiyim üçün abunəçimiz azalır.
Sonra belə bir şey ola bilər əslində. Yəni mən fikirləşirəm. Niyə olmasın yəni? Çünki dostlar mən bir kanala video atmayanda mən də sinirlənirəm də deyirəm niyə video gəlmir axı. Siz də yəqin ki elə olduğu üçün abunetimi azaldıb. Dostlar mən 1 milyon olmaq istəmirəm. Yəni mən pul qazanmaq deyə bir şeyim yoxdur da. Mən istəmirəm pul qazanmaq. Prosta dostlar siz əylənəsiniz deyə istəyirəm mən video çəkmək. Biraz qəribə oldu. Amma dostlar bura arkasını televizor qoyacağım. Dostlar görək hansı televizor havada var. Havada olan bir televizor görək hansı var. Havada olan televizor nə ola bilər ki? Əslində isə havada olan televizor var. Amma neysə. İndi baxaq. Dostlar əvvələ gəldi havada olan televizor yox. Bunu belə qoyaq arkasına. Necə fikirdir sizcə? Belə qoya bilər. Dostlar, beləyəm mən əla deyirəm. Sizə bir dənə bura kompüter qoyaq. Dostlar, bunun üstündə qalsaydı əla olardı amma yastığım. Dostlar, bir dəqiqə. Buna nasıl oldu? Oldu dostlar. İndi dostlar, nə qoya bilərik? Düşünürəm deyə. İndi dostlar biz qoya bilərik bunu. Dostlar görək hansı mizi qoya bilərik. Sonra evimin və partla seçəcəm çünki part olsa məncə daha yaxşı. Çünki evim bayağı bir böyükdür. Elmə yəni vaxtımız alacaq. Dostlar mən bu meyvələrdən qoymaq istəyirəm ora. Dostlar belə bir şey elədim. Dostlar necə oldu sizcə? İndi mətbəxə keçdik. Mən sadə bir şey istəyirəm. Sadə çox deməzlərdi. Yəni dostlar belə bir şey istəyirəm əslində. Elə bunu da dostlar götürüm. Belə qoyacağım çünki buradan buzdolabım falan da qoyacağım yəni. Belə bir şey oldu dostlar. İndi dostlar mən buzdolabı olaraq bunu götürmək istəyirəm əslində. Amma evim dostlar olduğu üçün məncə çox uyumadı. O yüzden də dostlar nə seçə bilərik? Təbii ki çox qəşəngdir. Məncə bunu götürək. Oha dostlar evə bayıldım. İndi dostlar bura keçirik və qab qaşıq götürəcəyik. Dostlar nə ola bilər ki? Sonra bir dənə belə bıçaq seti aldım məncə. Eşik oldu məncə. Dostlar üzrə qərar verdim. Hər həftə sonu video atacağım. Yəni belə bir şey qərar almışam. Dostlar bir yoxdur. Arkadaşlar gəzirəm və bir dənə qab qaşıq olan bir şey yoxdur burada. Burada tapdım. Sonra bunu üstə qoyaq, bunu altı qoyaq. Sonra belə məncə əla oldu. İndi dostlar burada nə qoya bilərik? Sizdə. Dostlar içəcək olaraq məncə 2 dənə bunlardan götürək. Çox qəşəng görsənirlər çünki. Bir dənə belə bir içki deməzlər. Yəni belə bir içəcək qoyaq. Sonra bundan qoyaq. Süt qoyaq. Sonra evində əgər əksik olsa mənə deməyi unutmayın. Mən onu düzəldərəm. Sonra bu arada videoma bol-bol yorumlar gəlsin, xahiş edirəm. Sonra mən də görürəm 100 neçə abunəçi falan olanları. Baxıram deyirəm ki, 100 deməzlər dostlarım. Yəni görürəm deyirəm görəsən mən nə vaxt bu qədər abunəçi olacağam. Yəni elə bir şey olur məndə bəzən. Bir də bundan qoyaq jöle. Dostlar, yadımdan çıxdı. Dostlar gedək indi toyuq falan olan yerə. Oradan toyuq götürək. Dostlar buradan ətlər götürək. Nə qədər? Çünki bura dediyin ət olar. Balıq götürək. Bir də bundan götürək. Bir dəqiqə gözləyin gəlir. Gəldim. İndi
Aa, buzdolabının bağlanıb. Neyse. Aslında dostlar hazırdır hocam. Bir tane qab qaşıq götürəcəm dostlar. Bu qab qəşəngdir məncə. Qəşəngdir məncə. Bunu götürelim. Bura arkadaşlar bunu 2 tane götürmeliyim çünkü 2 uşaq var. Burada dostlar ne koya bilərəm bilmirəm. Ah, bunu koya bilərəm aslında. Qəşəng oldu. Dostlar burası da belə oldu. İndi gəldik həyətə. Sonra çox tez bitirir nədənsə. Bir şey yapılıp ve bozulup. Neyse dostlar. Dostlar birazcık bu geçeydi bence dostlar. Ben sevdim yani. Burada güller, çiçekler. Bu çok güzeldi bence. Dostlar bunlar sunulmağa bir şey götürmeye lazımdı. Sizden ne götürebilirik? Ben dostlar ağ bir kombin eləyək. Bu geçeydi bence. Bunu götüreyim. Şimdi götürdük ağac. Dostlar ağac bence çok önemlidir. Ağacı mütləq götürməliyik. Pəmiş bir ağac götürək dostlar. Çox pəmiş olacaq məncə evimiz. O yüzden böyle bir şeyler götürək. Dostlar bu ağaca bayıldım ben. Ben bu ağaca bittim. Çok güzeldir. Şimdi burası da böyle oldu. Dostlar başka geçi ağaçlar varsa onları da götürebiliriz. Böyle yanına bir şey koyacağım. Daş arkaya olsun. Yanına da böyle şeyler olsun. Bence çok güzel oldu. Bütün evimiz yani bayıldım. Dostlar indi gedirik. Ay. Dostlar neyse. İndi gedirik ikinci mərtəbəyə. Geldik. Sabır hemen bir şey koymuşum böyle. Neyse dostlar indi onunla uğraşmıyor. Ev. Dostlar bura uşaqların odasıdır. Bura at dəyişmə yerlərdir. Burada anlattığım odası da öyle bir şey koymamışım. Odasına bura bayıldım. Şu gördüğünüz şeye bayıldım ben. Burada dostlar hele ki bir tane çantaları var. Şimdi çantası bir yere koymuşum. Tabi de gözlükler. Böyle dostlar çantaları var. İndi getirik. İndi geçiyoruz. Banyoya. Dostlar böyle bir sarı pişərsində istəyirəm eləmək. Ondan sonra da içimdən gəl. İndi dostlar ya geçen değil məncə bu geçərdim. Amma bayıldım məncə. Dostlar siz de eğer nasıl olursa lütfen söyleyin. Dostlar burası sanki oldu. Bu geçiyor oldu. Şimdi dostlar geçirik banyoya. Banyoya ne koyabiliriz? Dostlar bence buraya böyle bir şey koyalım. Ama dostlar balaca oldu ya böyle bir sanki. Dostlar tapdım. Bir tane de dostlar hamam tapak. Dostlar ne koyabiliriz? Bu şey de görək. Bu geçiyor oldu sizce. Sizin fikirleriniz dostlar bu geçeydi. Bu da elə bir balaca diye. Ya geçeydi dostlar. Bence bunu koyabiliriz. Böyle şeydi. Şimdi dostlar bura nedir? Dostlar bir dakika buradan bir şeyler aslında koymak istiyorum. Evet koymayalım dostlar. Bu ne? Bir dakika. Size bu Japonların diyesen teknolojisidir. Star musik ay bunu koymadan ya. Bunu koymak yaptan çıktı. 2 tane de kaşık koyaq. Aslında böyüdülər ama yani balacadılar da yani demək olar mənim üçün. Çünki çox balaca bəbəkdilər onlar. Bebekler. Bir de bunu bağlayaq. Biraz elə bir pis oldu ya duvar kağızı. Siz ne deyirsiniz? Ne koyaqınız? Geçer oldu. Şimdi dostlar ayna. Bu pis diye dostlar bence yani. Ben çok onu sevmedim. O yüzden onu koymayacağım. Orada bir tane ayna var. Ben onu bitirəm. O ayna. Aslında bu ayna da geçerdi. Ama
Yanındaki şeyler biraz kötü gibi. Bu da şeydi. Bunu koyabilirim. Dostlar bakın gözleyeyim bir dakika. O. Sonra bir tane şey var. Aa tapdım bu da. Sonra buna bakın. Renk değiştirebilir. Ama ben onu koymayacağım. Bunu koyacağım. Ah önemli geldi. Bu geçeydi bence. Şimdi raf koymalıyım. Raflarımız. Buradan bunu koyacağım. Bence. Geç oldu. Şimdi dostlar bunu ve bunu koyacağım. Geç oldu ya dostlar bence her yer. Uşaqların adası da geçeydi. Ama dostlar bura bir şey seçtim bence. Açık olan şey burada bir tane oturacak bence. Böyle bir şey. Ama çok büyüktü. Uşaqlar oturması için böyle bir şey götürək sizə. Ya başka bir şey tapaq. Bu da geçeydi. Bu da geçeydi aslında. Bunu götüreyim bence. Uşaqları pampersini dəyişəndə orada gözləsinlər. Yani dostlar başka bir şey yoktu bence. Sonra baxıram heç nə yox. Aa dostlar bunu götürək. Geçeydi. Minder. En geçey budur. İndi gedirik en sonuncu. Aa ışık koymağı unuttum. Işık koymadan gedirəm. Geçeydi. Geçeydi. İndi gedirik en sonuncu katımıza. Dostlar bunu sıra mən bunu bilirəm. Bağla. Bunu bağla. Sonra onun içindən birdən-birə çıxacaq. Neyse dostlar. Bura indi. Əski halı. İndi dostlar. Bura uşaqlar üçün aslında bir yer eləmək istəyirəm. Burada uşaqlar oynasın. Uşaqların bura oyun yeri olsun da elə bir. Bu uşaqlar üçün pisdir məncə oyun yeri. Bu da şeydir. Bu da şeydir dostlar. Bu da burada olsun. Şimdi dostlar alt zemin. Böyle bir şey olsun. Baxaq hələ. Bu da geçeydi dostlar. Bunu bayıldım. Dostlar bir dakika. Burada bir tane yer var idi. Orada. Size böyle bir şey koyaq bence. Ne deyirsiniz? Bence bana bir daha geçer diye. Size böyle bir yer olsun. Bir tane çiçek koyaq. Sonra uşaqlar üçün oynamaq üçün yerdir. Musiqi qoyaq. Böyle bir şey götürək. Ve bunu da dostlar böyle bir şey koyabilir bence. Dostlar necə oldu? Aa bu da yapmayacak buradan. Ne koyabiliriz bunu? Bu geçeydi bence cürey kalır. Bunda kaldı. Sonra burası çok güzel olur. Burada dostlar uşaqlar üçün bir şey yoktu. Burada da aslında yoktu. İçine uşaqlar üçün oynaya biləcəkləri. Burada var dostlar yani. Ne koyabiliriz? Hadi burada böyle bir şey koyaq. Dostlar ne koyabiliriz? Böyle bir şey yerleşti. Koyardım. Dostlar yerleştim. Uşaqlar Monopoly oynamağı bilmədiyi üçün koymayacağım. Böyle bir şeyler koyabilirim. Ama dostlar peluş. Peluşlar ben çok seviyorum. Başka ne koyaq? Peluş az diye bu kadar. Nerede? Dostlar bunu bilen var idi. Bakın. Oha. Ben bunu indi öğrendim dostlar. Dostlar kıtsın biri gitti. Anne korkutucuymuş. Böyle bir şeyler duyuyor bence. Sonra ben onu hiç defa gördüm. Ne? Şöyle dostlar bu uşaqların oynayabileceği bir şey miydi? Burada da bir tane boş kalmıştı. Ona da bunu koyaq. Kurbağalı Monopoly. Oynayarlar dostlar bence. Ya oynamazlar. Siz oynayarlar mı oynamazlar mı? Böyle bir şey koyaq.
Bu birazcık lap balacalar üçün kimi görüşebilir. Onlar da uşaqdılar da. Evet dostlar, her yere oyuncaklar koydum. Bunu da üstə qoyaq. Niye üstə qalmır? Dostlar üstə qalmır bu. Neyse başka bir şey tabaq qoyaq. Dostlar koleksiyon eləyək. Halkıtımı koleksiyonu yapsak. Ama yemək koleksiyonu da. Dostlar bura Legolar qoyaq. Bura niyə qoymaq? Dostlar öyle heç nə qoymaq olmur. Bunu da alta qoyaq. Ya dostlar belki onun yerine evcik koyak. Bence evcik daha çok oynanır. Evcik koyak. Şimdi bunu da koyak. Dostlar bir tane rəf götürək. Ben bu rəfi çok sevirəm. Ama dostlar biraz əla oldu bence. Ama dostlar şimdi bura bir tane tapmalıyıq. Burada oynada bilsinler uşaqlar. Şimdi dostlar Hello Kitty ve Hello Kitty and Friends'den tapak. Senesinden olsun. 2 tane olsun. Biri Batman olsun bence. Biri My Melody. Bir de Tama çıktı. My Melody çıktı. Biri tapıldı. Batman'ı. Dostlar şimdi bunlar da bura. Devam da gelsin bəs. Bunlar şey oldu ya. Kur'an. Biz dostlar geçiyor oldu. İstersizce nece oldu. Dostlar her uşağın hayalı olan bir şeydir. Hayal. Burada olsun, bir de burada. Dostlar sizce nece oldum. Birinci katına gider. Ay bunu götürdük. Neyse dostlar ben belə bir eve edebildim. Miz götürmədik dostlar. Yemək miz götürmədim. Deyirəm axı burada nəsə boşluq var. Ne götürə bilərik dostlar. Çok qəşəngdir. Mən bunu sevirəm əslində. Bu götürək. Bunu götürəkdən bu götürək dedim. Ne götürə bilərik bunu? Uşaqlar üçün də əslində lazımdır. Məncə uşaqlar üçün bir dənə belə bir şey götürək. Sonra da böylər nədə otursın? Nədə otursun dostlar bu böylər? Tapdım. Bunda otursunlar. Sonra mənim evim belə oldu. Siz necə tapdınız? Mən gələn videoda eşyalar falan koyacağım. Sağ olun.